Əziz və hörmətli xalqım, dəyərli soydaşlarım, uzun illərdir ki, Talibanla bağlı çıxış edirəm, hər kəsə fikrimi çatdırmaq istəmişəm. Əziz və hörmətli xalqım, dəyərli soydaşlarım, Taliban kalbir dövləti yaratmaq niyyətində Pakistanın ərazisində özünə terror yuvası yaradanda mən hər kəsə səslənirdim ki, Taliban yer kürəsi üçün, yer kürəsində olan canlılar üçün tarix keçdikcə ən böyük terror təşkilatına, canlılara, bəşəriyyətə, kainata, təbiətə bir zəhərli ilan kimi hərəkət edəcək. Taliban günü-gündən güclənsə, yer üzündə ən böyük qorxulu terror hərəkətlərinin baş verməsinə səbəb olacaq. Taliban Amerikanın bir əskəridir. Pakistan çox çalışdı ki, bu Amerikadan Talibanı qoparsın və dəstəyini də verdi. Hal-hazırda Talibanın siyasi məsələlərində, prezident seçkilərinin dəyişilməsində, Talibanın qeyri hərəkət nəticəsində Çinə yönəlməsində, güclənməsində Çin vasitəsilə və Rusiya da çox çalışırdı ki, Talibanı ələ keçirsin. Əsasən böyük regionlar arasında Hindistanı və yaxud da Türkiyəni nəzərə alaraq və Qərbin siyasətini nəzərə alaraq hal-hazırda Taliban adlı dövlət hər kəs gücləndirib siyasi məqsədlər üçün istifadə etməyə çalışırdılar. Əziz və hörmətli xalqım, dəyərli soydaşlarım, Taliban adlı bir dövlət yer üzündən silinməlidir. Güney Türkistan adı ilə Türkiyə öz ordusunu yeritməlidir. Ola bilsin ki, dünya siyasətindən, dünya insanlığından, qıraqdan baxan yanlış məlumatlar ya fikirlər söyləyə bilər. Amma hal-hazırda Türkiyə bu siyasətin dərinliyinə, var gücü ilə, ordusu ilə, silahı ilə getməlidir. Əgərsə getməsə, Talibanın gələcəkdə gənc nəsillər ən böyük bir zərbə vurması, gələcək uşaqların elmlə kənara saxlamasına, insanları terrora dartmasına səbəb olacaq. Bununla da bağlı bilirsiniz ki, Çin, Pakistan, Hindistan məsələsi var sərhədlə, Rusiya var. Onunla bağlı hal-hazırda Pakistan siyasi bölgəyə çevirməyə çalışır. Çalışdırırlar daha doğrusu. Siyasi bölgənin qərbin də əsasında və onunla bağlı Hindistanla Pakistanın savaşında İsrailin böyük kodları var idi. Deyənlər bugünkü gündə o kodların sırlarını açıb demir. Hal-hazırda Taliban adlı bir dövlət yer üzündən silinməlidir. Taliban bəşəriyyət üçün, kainat üçün ən